Müəyyən temperaturda həll olunan əmsalı 600 qram mölçün litr olan 200 qram 30%li məhlulu doymuş hala gətirmək üçün neçə qram su buxarlandırılmalıdır? Deməli, məndə 200 qram 30%li məhlul var. Bu nə deməkdir? 200-ün 30%, yəni 60 qram burada maddə var və 200-dən də 140 qram da su var. KH-da 600-dür. KH-ın düsturu nə idi? M həll olan V həll edici vur 1000. Suyun sıxlığı 1000 olduğuna görə biz burada kütlə ilə də götürə bilirik. Deməli 600 bərabərdir. Məndə olan maddə 60 qramdır. Su 140 qramdır. Vur 1000. Yəni bizə deyir ki, buradan nə qədər su getməlidir. Məxrəcdən bunu çıxmalıyam. Deməli buradan da avtomatik X eləyəcək 40 qram su getməlidir. Cavabımız Y variantı.